Bala, üzləşmək dediyin məqam çox çətin bir məqamdır. Yəni mən düşünürəm ki, həyatda insanın özünün özünə edə biləcəyi ən böyük mükafat, həqiqətən deyirəm ki, ya özünlə üzləşməkdir. Çünki həyatda ən böyük qorxumuz odur. Özümüzlə üzləşmək. İçimizdə Özümüzlə həmişə bir tərəf səmimiyyət. deyir, sanki özünlə oturub danışsan, hər şey həll olacaqmış kimi. Bunu illərlə ertələyən insanlar var. Deyir, bilirəm, otursam sanki özümlə danışsam, hər şey həll olacaq. Amma yenə də bunu etmirik. Çölə qaçırıq. Çöldə bir şeyləri dəyişdirməyə çalışırıq və o elə özdəyər qazanmağa çalışırıq. İnsanlar xoşbəxtliyi, o huzuru sahib olmadığı şeylərlə əlaqələndirirlər çöldə və düşünürlər ki, o şeylərə sahib olsam xoşbəxt olacam, özümü daha dəyərli hiss edəcəm, amma belə deyil. Çünki o şeylərə sahib olandan sonra dediyim kimi yenə də o bizim üçün adiləşir və içimizdəki o sıxıntılar yenidən çölə sızmağa başlayır. Ona görə özdəyər açıqlaması budur ki, var olduğun halın ilə, indiki halın ilə özünü olduğun kimi qəbul edib, sevib, təsdiq edə bilirsənsə sən dəyərli hiss edirsən. Əks təqdirdə sadəcə dəyərli bilə bilərsən. Və mən seanslarımda bu şəkildə deyirəm, ilk başlayanda. Əgər öz dəyərinə bir bal vermiş olsaydın puan 0 ilə 10 arasında neçə bal verərdin? 10 deyən olur. Ya sən 10 əgər ballıq özünü dəyərli hiss etsəydin, dəyərli olduğuna inansaydın şuur altında, sənin heç bir sıxıntın olmazdı, sən bugün mənim seansda olmazdın. Necə olar bu? Çünki onlar qarışdırırlar. Özünlərini dəyərli bilirlər. Çünki mən özəl olaraq yaradılmışam. Bunu bilirlər, amma yaşadıqlarına görə, yaşayıb unutduqlarına görə, baxın, ən önəmlisi budur. Çünki biz hipnotik reqression zamanı, yəni hipnoz altında yaş geriləməsi etdiyimizdə adətən pasientlər elə bir şeylərə xatırlayırlar ki, bilmirlər, mən həqiqətən bunu yaşamışam, gedib valideynlərindən bunu dəqiqləşdirirlər. Ki, mən bunu yaşamışam. Hətta çox kiçik yaşda. Şeylərə görə, bəli, yaşayıb unutduğumuz şeylərə görə bu gün neqativ hiss edirik, dəyərsiz hiss edirik, yetərsiz hiss edirik. Özümüzə emosional baxışımız doğru deyil. Ya özümüzə çirkin olaraq baxırıq, ya bacarıqsız olaraq baxırıq, dəyərsiz olaraq baxırıq və düşünürük ki, baxın, özünü dəyərsiz hiss edən insan o dəyəri ya kimisə baxışında, ya kimisə sözündə, hansısa bir zənginin səxavətində görə bilir. Ki, məsəl üçün, zəngindirsə mənə versin də, misal üçün deyən insanlar olur ki, bir gözlənti içərisindədir. Və gözlənti belə bir görürsən ki, baxanda dəyərsizlik inancından doğur. Gözlənti içərisində mənə yaxşılıq etsinlər. Anlata bildim?